Burada Isus ərazisidir dostlar, çox gözəl həqiqətən. İndi isə biz hal-hazırda Ağbulaq şəlaləsinə gəldik. Salam dostlar, hər birinizin növbəti videomuza xoş gördük. Hər birinizi salamlayıram. İndi isə biz Isus ərazisindəyik. Laçın rayonu Minkəndi Isus ərazisindəyik. Hal-hazırda indi göstərdiyim yerdə deməli bir çay var və Isusun mənbəyi bu ərazidədir. Yəni yuxarıda Isusun ərazisidir. İndi sizə aparacağam ora. Yəni buradan da göründüyü kimi gözəl mənzərəli bir çay axır. Həqiqətən çox gözəl, çox səfalı yerlərdir. Dostlar, hal-hazırda sizə Isusun təqdim elədim. Burada uzaqdan görüntüsü də həqiqətən çox gözəldir. Laçın dağlarının qoynunda, Laçın dağlarının buradan gördüyünüz kimi kameradan bilmirəm hansı dərəcədə görsən, çox gözəldir həqiqətən. Orada da bir kahı var. Yəni çox gözəl yerlərdir. Buralar gəzməli, görməli. Orada da bir bulaq var hal-hazırda göstərdiyim yerdə. Ora istirahət mərkəzi. Yəni gəlib maşını saxlayıb rahatlıqla dincələ bilərsiniz. Isus sanatoriyasıdır. Yəni buradan da gördüyünüz kimi Isus kompleksi buradır bax. Yəni fontan formasında, deməli geyzer formasında çıxır suyu. Həqiqətən çox gözəl, səfalı sulardır. Çox gözəl təbiətləri var. Yəni həqiqətən çox insana həm müalicəvi təsiri var, həm də ki çox xeyirli sudur. Çox yəni gözəldir həqiqətən. Yəni siz də bu gördüyünüz kimi videoları sizə təqdim elədim buradan, bu ərazidən. Yəni hər şey çox gözəldir. Yəni hər kadrda yəni gözəllik vardı. Yəni hara baxsan gözəllik görürsən, yəni bambaşqa bir şeylər görürsən, yeni şeylər görürsən. Adama çox möhtəşəm bir təsir bağışlayır həqiqətən. Komanda da göstərdiyi kimi Isus ərazisi buradır. Yəni bütün dağı, bütün dərələri yəni çox səfalıdır. Dostlar, hal-hazırda Ağbulaq kəndindəyik. Yəni kənd mənzərələrini sizə göstərirəm. İndi təqdim elədiyim bütün yerlər Laçın rayonu Ağbulaq kəndinə aiddir. Çox gözəl yerlərdir həqiqətən. Buradan da gördüyünüz kimi, yəni kamerada bilmirəm hansı dərəcədə görsən yoxsa yox. Yəni insan burada olmağı, bu hissi yaşamalıdır mütləq. Yəni çox gözəl, səfalı yerlərdir həqiqətən torpaqlarımız. Hal-hazırda isə biz yolumuzu bu gözəl mənzərələrin içərisindən keçə-keçə, görə-görə yolumuza davam edirik. Həqiqətən çox gözəl yerlərdir. Çox gözəl, səfalı təbiətimiz var. Yəni bizim təbiətimiz, Laçın rayonunun təbiəti, ümumiyyətlə Qarabağın təbiəti füsunkardır, göz oxşayan təbiəti var. Yəni buradan da gördüyünüz kimi videodan da bilmirəm hansı dərəcədə sizə göstərə bildirəm yoxsa yox. Çox gözəl, səfalı yerlərdir həqiqətən. Mütləq Laçına yolunuz düşsə Ağbulaq şəlaləsini, Ağbulaq kəndini gəlib görməniz məsləhətə uyğundur, vacib məsələlərdən biridir. Həqiqətən ümumiyyətlə Qarabağımız füsunkar təbiətə malikdir. Yəni mütləq Qarabağı səfər edib, səyahət edib gəzmək lazımdır. Özüm Laçın rayonundanam, Laçın rayonu Mişli kəndindən. Buradan bütün Laçınlara, Mişlilərə salam olsun həqiqətən. Çox gözəl, səfalı torpaqlarımız var. Yəni onu da qeyd edim ki, artıq Laçının son vloqundayıq. Yəni son vloqu təqdim edirəm, videonu təqdim edirəm sizə. Laçından 3 video təqdim etdim. Yəni birinci videom, ikinci videom və bu üçüncü videodur. Artıq bu son videomuzdur. İnşallah növbəti videolarımız gələcək, səfərlərimiz başqa yerlər olacaq, başqa rayonlara. Dostlar, burada Laçın rayonu Ağbulaq kəndinin Ağbulaq şəlaləsidir. Çox gözəl şəlalədir həqiqətən. Səsi insanı valeh edir və görüntüsü də bir o qədər gözəldir. Yəni buradan da gördüyünüz kimi həqiqətən çox gözəl bir yerdədir şəlalə. Yəni çox həm gür şəlalədir, həm də ki, yəni səsi çox gözəldir.
Dostlar, burada Laçın rayonu Ağbulaq kəndindəki deməli çayın üzərində qurulmuş su stansiyasıdır, su elektrik stansiyasıdır. Mənzərə çox gözəldir. Yəni buradan da görsəndiyi kimi dağların qoynunda, çayın sahilində yerləşmiş bu yəni qumlu ərazində görürsüz, sanki dəniz abu-havasını verir insana. Yəni sanki dənizdəsən kimi bir his bağışlayır insana. Çox gözəl görüntülər var həqiqətən. Yəni buradan da görsəndiyi kimi həqiqətən mənzərələr yerlərdir. Yəni çox gözəldir. Yəni səfalı yerlərdir. Yəni Ağbulağa yolunuz düşsə bu çayın üzərindəki su anbarında görməyiniz Bəli əziz dostlar, biz hal-hazırda Qarakeşli kəndinin ərazisindəyik. Yəni Laçın rayon Qarakeşli kəndidir bura. Yəni çox gözəl səfalı torpaqlardır həqiqətən də. Yəni buradan da görsəndiyi kimi çox gözəl yaylaqları var. Möhtəşəm mənzərələrlə gedirik biz. İndi hal-hazırda biz üzü Laçına tərəf yollanırıq. Axşam tərəfi biz Laçın şəhərində olacağıq və burada Laçın şəhərində isə mən videonu sonlandıracağam. Laçın vloqunun sonlarına yaxınlaşıraq. Artıq kanalımızı izləməyi unutmayın. Kanala pulsuz şəkildə abunə olub, videoları bəyənməyi və öz fikirlərinizi də bizlə bölüşməyi unutmayın dostlar. Bunlar hamısı pulsuz şəkildədir. Yəni pulsuz şəkildə abunə olmaq, pulsuz şəkildə deməli videoları bəyənmək hamısı pulsuzdur və deməli öz fikirlərinizi də yenə deyirəm bölüşməyi unutmayın. Bizə kanalımızı böyüməyimizdə kömək edin. Hər birinizə öncədən öz təşəkkürümü bildirirəm. Bu gözəl torpaqlarla, bu gözəl səfalı yerlərlə biz səyahət edirik, biz gəzirik. İnşallah sizlərə də qismət olar buralara gəlib görmək. Çox gözəl səfalı torpaqlardır həqiqətən. Allah cəmi şəhidlərimizə rəhmət eləsin ki, bu gözəl yerləri bizi görməyə bəxş ediblər. Həqiqətən deməli biz onlara borcluyuq həyatı boyu. Allah qazilərimizə can sağlığı versin. Allah Azərbaycan ordusunu qorusun. Axşamınız xeyir olsun dostlar. Burada indi biz Laçın şəhərinə gedirik. Yəni Laçın şəhərinə gedən yolu sizə təqdim edim. İndi isə biz bulvara gedirik. Yəni bulvar ərazisindəyik. Yəni burada gördüyünüz kimi Həkəri çayıdır. Yəni çox gözəl Həkəri çayının mənzərəsi ilə yolumuza davam edirik. Hal-hazırda biz bulvar yerinə gedib bulvarda biraz deməli əylənəcəyik, gəzəcəyik. Yəni sizə də oralardan bulvardan, Laçın bulvarından deməli videolar təqdim edəcəm. Bizi izləməyi unutmayın. Hələ videomuz davam edir. Yəni buradan da gördüyünüz kimi artıq deməli bulvar ərazisinə gəlmiş hesab olunuruq, gəlmiş sayılırıq. Yəni buradan belə Laçın şəhərinin bulvarı hesab olunur. Bəli dostlar, burada Laçın şəhərinin bulvarıdır. Yəni çox gözəl yerlərdir. İndi burada körpü var, birazdan sizə aparacağım o körpüyə. Yəni burada uşaqların əylənməsi üçün yəni ərazi var. Burada da yəni maşınlar da yuxarıdan gəlib və ya da o yoldan gəlib maşınları saxlamağa yer var. Yəni belə çay qırağıdır. Yəni gözəl mənzərələr var axşamüstü. Axşam mənzərələr belədir Laçında. Yəni ümumi görünüş belədir. Hələ
səfərimiz davam edir. İzləmədə qalın. Burada gördüyünüz bu da Həkəri çayıdır. Məşhur Laçının simvolu olan Həkəri çayı. Yəni həm yolun o tərəfində bulvar, həm bu tərəfi bulvar sayılır. Yəni mənzərə belədir. Axşam tərəfi yəni çox gözəl mənzərəsi var Laçınımızın. Buradan bütün Laçınlara salam olsun. Buradan bütün şəhidlərimizə Allah rəhmət eləsin ki, bizə bu gözəl sevinci bəxş ediblər. Biz bu gün burada Laçında rahatlıqla gəzə biliriksə, bu bizim şəhidlərimizin sayəsindədir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah bizim bütün Azərbaycan ordusunu qorusun. Qorusun ki, bizə bu gözəllikləri, bu rahatçılığı bəxş ediblər. Allah hamısına can sağlığı versin, başda Ali Baş Komandanımız olmaqla. Yəni belə gözəl mənzərəsi var. İndi hələ bu heç nədir, yəni bu elə belədir. Birazdan sizə körpünü göstərəcəm. Yəni çox gözəldir həqiqətən. Buradakı Həkəri Riverside otelidir. Yəni burada bu gördüyünüz kottejlərdə, otellərdə gəlib günlük qala bilərsiniz. Yəni qiymətlər də çox münasibdir. Yəni deməli burada həm arxada görsəndiyi bu yerlər, həm də bu Həkəri Riverside otellər, yəni bütün rahatlıqla burada gəlib qalmaq olar, istirahət etmək üçün. İndi isə biz gəldik deməli körpü yerinə. İndi bu məşhur körpüdən deməli qarşı tərəfə, bu tərəfə keçəcəyik. Axşam mənzərəsi ilə Laçın deməli bulvarındayıq hal-hazırda. Yəni arxamda gördüyünüz kimi axşam mənzərəsində deməli Laçın bulvarındayıq. Yəni buradan bütün Laçınlara yenə deyirəm salam olsun. İndi hal-hazırda deməli biz körpə adlanan ərazidəyik. Bu körpüdən qarşıya keçirik. Belə körpüdür, yəni maraqlıdır həqiqətən. Biraz yerləntisi var, amma narahat olmağa dəyməz. Bu da Laçın mənzərəsi. Qarşı tərəfə, yəni qarşı tərəfdə mənzərə belədir. Yəni çox qəşəngdir həqiqətən mənzərə. Biraz körpü sallanır, ona görə biraz qorxa bilərsiniz. Amma heç bir qorxmağa ehtiyac yoxdur, yəni mənzərə belədir. Çox gözəl. Burada gəlib piknik alanlarında piknik edə bilərsiniz. Yəni maraqlıdır. Laçın bulvarında isə belə bir kinoteatr var. Mini bir kinoteatr. Burada kinolar verilir. Bəli əziz dostlar, hazırda Laçın vloglarının sonuna gəlib çatdıq. Sizə 3 video təqdim elədim. O videoları izləməmişsizlər, mütləq izləyin. Maraqlı görüntülər oldu, maraqlı anlarımız oldu Laçında. Artıq videonu sonlandırıram. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşənədək kanalımıza pulsuz şəkildə abunə olub bildirişləri açmayı unutmayın ki, növbəti videoda mütləq xəbərdar olasınız. Öz yorum və fikirlərinizi də bizimlə yorumlarda bölüşməyi unutmayın. Növbəti sizcə hansı rayon olsun səfər etməli, onu da yorumlara qeyd edin. Haraları gəzib, haraları səyahət etmək lazımdır. Haraları görmək istəyinizsə, onu yorumlarda mütləq bildirməyi unutmayın. Sağ olun dostlar, hələlik deyirəm. Özünüzə yaxşı baxın.